Yayda yalnız salat yemək ən sağlam seçimdir. Yalnız tərəvəz və göyərtidən ibarət salatla qidalanmaq orqanizmin bütün enerji və qida maddəsi ehtiyaclarını qarşılamaya bilər. İsti havalarda yüngül və sərin qidalara üstünlük verilməsi təbiidir. Tərəvəz və göyərtilər su, lif, vitamin, mineral və müxtəlif bioaktiv maddələrlə zəngindir. Bununla belə gün ərzində yalnız sadə tərəvəz salatları yemək sağlam və balanslı qidalanma prinsiplərinə uyğun deyil. Sadə salatlar adətən kifayət qədər zülal, enerji, əsas yağ turşuları və kompleks karbohidratları təmin etmir. Belə qidalanma uzun müddət davam etdikdə tez acma, halsızlıq, əzələ kütləsinin qorunmasında çətinlik və bəzi qida maddələrinin qeyri-kafi qəbulu ilə nəticələnə bilər. Bununla yanaşı salat anlayışı yalnız kahı, pomidor, xiyardan ibarət olmamalıdır. Düzgün tərtib edilmiş salat balanslı əsas yemək də ola bilər. Bunun üçün salatlara balıq, yağsız toyuq və ya hinduşka əti, bulgur, qarabaşaq, zeytun yağı, avokado, qoz, fındıq və digər yağlı toxumlar əlavə edə bilərsiniz. Yadda saxlayın, yayda yüngül yemək mümkündür, lakin sağlam seçim yalnız salat deyil, müxtəlif qida qruplarını birləşdirən balanslı rasiondur.